hamı bilir. Deyir, mən sizə nə deyəcəm, qurban olun. Səhər gün gəlir, bilirsiniz, deyir, bilmirik. Deyir, siz bilmirsiniz, mən sizə nə deyim. Amma o bir gün gələndə, bu yarı cərgə deyir, bilirik, bu deyir, bilmirik. Bax, o zaman rəhmətli olub deyir. İndi bilənlər, bilməyəni öyrədir. Mən Azərbaycan təhsil sisteminə öyrədən kursunu, bax, burada xalq belə öyrədəcəm. Əslində, sonunda özüm haqqında bir bacı informasiya verirəm. Bax, bugünkü tədbir, əvvələ Sevinç xanıma təşəkkür edirəm və Aynura xanıma. Bəlkə də bu zalda heç kəs tanımır, Aynura xanım yüksək səviyyədə təşkilatçı, iş bacarı bir gəncimizdir. Və sizin hər birində də xoş gördük deyirəm, çox şad oldum. Birinci bu riyaziyyatla bağlı çox maraqlı bir fikir söyləyeyim və bunu yadda salır. İntellekti məsələsini mən televiziyanın 28 saniyə demişəm, qoymuşam burada sizə deyəcəm. Dünya sistemində, təhsil sistemində belə bir şərt var. 2 fən əsasdır. Ana dili, riyaziyyat. Nədən? Ana dili, humanitar fəndir. Bilənlər bütün digər humanitar fənləri mənimsəyə bilər. Riyaziyyat bütün akademik fənlər. Riyaziyyat beyin gimnastikası deyirlər, aydın məsələdir. Mən riyaziyyat haqqında bir maraqlı fikir söylədim bir kodla. Bilirsiniz ki, əslində idarə etmədə, verilmə də hamısı bu ilahinin güdəliyi bizə bir neymətdir. Bir riyaziyyat müəllimə dərs deyirdim ixtisasatırma kursunda, bir informasiya gəldi. Vaxtı çoxalmaq istəmirəm. Dedim ki, gəlin bir dənə aşağı bilək, görək bu riyaziyyatdan nə var, başqa fərqdir. Bir yaşar sözünü yazdım, bir pozdum, yön pozdum, aşağı pozdum, ən altında bir el hərf var, yaşar adının sonunda. Soruşdum ayrı riyaziyyat müəllimləri, Orqut bəy məndə də dərsdən keçmişəm. El hərfi riyaziyyatda nəyi ifadə edir? Siz bilirsiniz də riyaziyyatçılar. El nədir riyaziyyatda? Radyosu. İdarə edir. Çevrənin radyosudur. Evi şaşmayın, qorxmayın. Mən sonra soruşdum, bəs bu radyosunun hansı parametrləri var? Hansı xüsusiyyəti var? Siz deyərsiniz, daimidir, dəyişkəndir və qəbul edəndir. Düzdür, riyaziyyat müəllimi. 3 dənə əsasdır. Bax, o 3 əsasda mən Zülfiyə müəllimə yeni ilminlə informasiya belə bir söz söylədim. İnsan ali doğulur tanrısından. Düzdür. Dəyişir zaman. Haqqı qəbul edən zaman o insandır, əsl insan. Bizim peşəmizin ən böyük uğuru ondadır. Mən bu Respublikanın əməkdar müəllimiyəm. Təhsil demək olar ki, yüksək səviyyədə sosial əmək qəhrəman demək olar. Çünki ali medal daşıyıcısı. Milli məsləhətçiyəm, bütün yenilikləri mən proqram müəllifi, onu həyata keçirən şəxsəm. Və dövlət səviyyəsində də mənim yazan pozum, səhifəm var. Xoşbəxt insanları və insan o zaman xoşbəxt olur ki, onun gələk gözəl ünsiyyət olsun. İndi mən həmişə dərs deyəndə deyirdim ki, bəlkə soruşasın ki, Zülfiyə müəllimə, sən hansı yenilik gətirdin başqalarından fərqli olur? Çox sadə işlənə. Ünsiyyət və mühit qısası və bir də biz nəyi dəyişək? Məktəb var, kitab var, rəhbəri, hamısı var. 2 şey gərək dəyişsin. Baxış və yanaşmamızı dəyişin. Sual elədir, cavabı kimə? Birinci özünə. Can özünsən, öz canmaz can özünsən. Sənə səndən yaxın kimsə var. Mühit. Əgər mühit nəyə görə vacibdir? Deyir, yaxşı mühitdə bar bəhər verir. O mühit ki, ailədə qurulur, kişi də, qadın da ailə qurursa, həqiqətən o hiss edir ki, sən mənim canımın yarı hissəsisən, mən bu evin aparıcı şəxsəm, xanım yerim bilir. 3-cü şəxsin sağlam da olması üçün hər dəfə bunu çıxış edirəm. Niyə? Allah gözəl yaratdı, Adəmi sağlam, yaraşıqlı yaratdı. Havanı onun gözəl. Əli, zəli, şikəs yaratdı, kimsə cavab yox. Niyə bəs zaman uşaqlarımız bizim qeyri-sağlam doğulur? Hadisələri çıxar kənara. 2 fərdin sağlam münasibəti, 3 dölün sağlam doğulması deməkdir. Yox, fikirdə qarşılıq varsa, qara enerji düşür o dölə, uşağımız qeyri-sağlam doğulur. Bunu yadda saxlayın hamıya, yəni. Mən bundan ötürü gəlirəm.
Bu dünyanın xilasına bir gözəllik, bir məhəbbət gərəkdir. Duyub qiymətləndirən bircə insan gərəkdir. Çünki dünya bir, din də bir, kitab da bir, insan da bir, Allah da bir. O bizi birdən yarattı, böldü ikiyə, birləşdik, ürədi yatırdı. Sürüyə bənzədildi, qəbilə tayfə oldu, xalq və millət cəmiyyət oldu. Bir cəmiyyətin uğuru təhsilindədir. Təhsilimiz onun uğuru müəllimindədir. Yaxşı müəllim heç nə istəmir. Heç nə istəmir. Rəsmi yazmışam, çıxışamına hər dəfə də dövlət başdan tutmuş Evdar xanıma kimi. Hamı məktəbdən keçir. Ona görə ilk dəfə yazmışam. Azərbaycan məktəbi və müəllimi hörmətə, diqqətə layiqdir. Müəllim gərək məsuliyyətli olsun. Mən müharibə ilə bağlı hər günün yazan adamım. Sonda yazdım. Bəli. Xalqımızın, biz vətəndaş gərək edək. Qürur duyuram ki, mən müəlliməm. Və həmişə deyirəm ki, peşəni düz seçin. Peşəyə ayrılıq yoxdur. Kimdənsə ayrıla bilərsən, dostundan da, atandan da, anandan da və s. Amma peşə səni ömrü boyu istəyir. Kim peşəsini düz seçibsə, yabında denən yox. O xoşbəxt adamdır. Riyaziyyatçıların deyək, səndən çox maraqlı bir şey var. Deyək, bu filan şey həll eləyək. Həll tapanmır axı. Bir dənə səhvizi deyirəm, yıxırsız köndələn, getdi sonsuzluğa. Amma maraqlıdır da, hər bir fənnin gücü ondadır ki, o həyatda tətbiq olunsun. Hər bir insanımıza o riyaziyyat nəyə görə lazımdır? Hesablasın, pulu tabısın, alsın, gəlsin. Milli məsləhətçi kimi çox maraqlı bir mənim müşahidəm oldu. Deməli, Amerikadan, indi bu Sudandan gələn yoldaşı, bax, bu partiyanı təsəvvür edin ki, cavan oğlan da, bax, bu belə böyük övlad. Bu gəldi, mən də bunu apardım ki, demək, öz institutunda bu müəllimlərə bir izahat verir. Amma ondan qabaq mən bir şey müşahidə edim, çünki mən buna çox vacib biləmsə deyil, siz də fikirləşin. Biz qonağa yaxşı baxırıq, şəkər burası, paxlavası, hər şey yeri yerində. Bu dedi ki, bu dəqiqə aeroporta adam göndərim. Mənim arvadım məsəl göndərim. Neysə, maşın tutlar, getdilər, gəlirlər ki, təzədən qayıtıb gördüm ki, bu biskivit var da, adi biskivit. Xanımlar hamısı görür, kişilər də görüb öydü. Bu bir dənə biskivit qoyub ortalığa. İlahi, bax, bunu mənim xanımım göndərib. Yumurtanı belə çalır, onu belə töküb. Bu danışır. Mən onu müşahidə elədim. İndi onu götürüm, apardım üstümüzə. Ki, bizimkiler izah eləsin deyə riyaziyyatı nə tərk edəcək? Bunlar deyir ki, düz də deyir, deyir ki, vurma, bölmə, çıxma. O 4 əsas məsələni uşağa öyrətmək lazımdır. İbtidai təhsildə. Uşaq bu 4 elementi bacarmalıdır. İndi mənim müəllimlər bilir, ay müəllimə, bəs deyirsən bunlar savadlıdır, bəs tankes qaldı, kotankes qaldı, falan şey qaldı. Deyirəm ki, ay qardaş, dünyada o belədir. Yaş həddini və mənim çıxışlarım var. Misal müəllimən bir yerdə televizdə, axırı YouTube'da baxın. Təkrar deyirəm. İbtidai sinifdə təhsil ana dilində olmalıdır. Çünki hər bir insanın təfəkkürü ana dilində gedir. Hətta orada misal çəkmişəm dillə bağlı ki, insan, qadın dünyaya uşaq gətirəndə o ana dilində, Ştilisin kinosuna var, anasını çağırır, ərəbcə çağırmır, İngilizcə çağırmır. Bu vacib şərtdir. Biz dil bilmək qabiliyyətimiz güclüdür. Təbii ki, o bizə Allah ona bəxş edir. Yaşayış yerimizə görə istedadımızı sevək. Sevmə yazdı, həm də sevdirə bilək. Mənim əzizlərim bax. O zaman biz bir oluruq, bütöv oluruq. Biz düşmənin başını əzdik. Amma bizim davamız bundan sonra başlayır. Unutmayın, bax bu nəticə. Dəyişilmir qara keşir, əl götürməz qisvətindən, heç dəyişməz məqsədindən. Dəyişmir qara keçdə, hətta bala sevgisi. Unutmayaq. Deməli, özümüzü sevək, hörmət edək, işimizə məsuliyyətli olaq və süni intellekt haqqında da bir kəlmə deyim. Mən bütün yeniliklərin müəllifi olduğu kimi, burada da öz sözümü dedim. 28 saniyə qoymuşam, Aynur xanıma da vermişəm, müəllimə də. Hər bir yeniliyi qəbul etməmişdən öncə, ümumiyyətlə təhsil sistemində nəticə yolunda təhsil yazılır. Bizim nəyə ixtiyarımız var, girəklə danışaq. Müəllim sinifə girəndə sonda nə verəcəksə, nəyə alacaqsa qabaqca bilməlidir. Sonra deyənməz ki, mən səhv elədim. Hər yenilik əvvəlcə bir baxaq. O bizə nə verir? Süni sözü nə deməkdir? Süni uşaq, süni doğuş nə deməkdir? Və süni intellekt nədir? İntellekti yazan Nizami yazdı.
12-ci əsrdə elmdə, biliklə, başqa cür heç kəs üstün eləyə bilməz. Neçə əsr nizami haqqını alanmadı. İndi 21-ci əsr Birləşmiş Millətlər Təşkilatı intellekt əsirdən edir. Nə gözəl. İkinci dedi, eşqidir mehrabıca göylərin eşqisiz, ey dünya, nədir dəyəri? Bugün də deyirik ki, dünyanın xilasına, bizim xilasımıza sevgi gərəkdir. Hörmət, diqqət, məhəbbət. Bugün xoşbəxtsiz, mən o gənc xanımı gördüm, rəhbərinizi. Hiss edirəm ki, o yeniliklərlə işləyən bir xanımdır. Sizdə də bir şansı da düşün. Və bu günlərim hər birimizə bir istəyim var. Özünü sev, hörmət elə. Öz-özünə diqqət elə, özün sevər, haqqın sevər, haqqın yolu ilə gedər. Biz bugünkü uğurumuza görə, qələbəmizə görə, bu vətənimizə görə, yerləşdiyimiz coğrafi mövqeyə görə Allahımıza borcluyuq. Şərq ilə qərb arasında qapı dünya üçün böyük ipək olsan. Altı sərvət, üstü sərvət, ən böyük sərvəti sənin insandır. Hər birinizi sevdim, hər birinizi qəlbimə aparıram. Və mənim üçün bu böyük xoşbəxtlikdir. Allah ömür versin hər birinizə. Gələk 5 kəlmə elə bir söz deyək ki, indi apar git, qurbanı sənə. Əlinizi güvəçirsiniz ki, ərə getsin, uşaq olsun, evlənsin. Başlığa dönüm, evlənib uşaq olanlarsa uşağa baxmaq istəmiş uşağı. Bu həqiqət. Uşaq niyə dayaya baxmalıdır? Niyə dayaya gələndən sonra uşaqla yaşadır? Deyir, mənim yoldaşıma niyə baxdın? Az dayaya sən evində nə işin var? Uşaqlar məhəbbətin acıdır, ünsiyyətin acıdır. Gəlin bu həqiqəti başa düşək. Mən deyəm,